Mütləq qeyri-elastik toqquşma. Mütləq qeyri-elastik toqquşmada impulsun saxlanması qanunu ödənilir. Qeyri-elastik toqquşmada cisimlər toqquşandan sonra bir yerdə hərəkət edirlər. Hesablayın ki, dəmir yoludur. Dəmir yolunda bir vaqon dayanıbdır, məsələn, burada belə. Başqa iki vaqon bu tərəfdən gəlir. İki vaqon buradan gəlirlər. Məsələn, gəlirlər, bura toqquşurlar, üçü bir yerdə gedir. Bu olur mütləq nədir? Qeyri-elastik toqquşma. Not quite balanced, but close. I just didn't have quite the same velocity. And as I said, if one moves stationary, they proceed at half the velocity. And on the other hand, if they're going in the same direction, not very much happens at all. Now, we can reverse these carts. Ледокол и плавающая по поверхности воды масса льда образуют систему тел. Поскольку двигатели ледокола остаются включенными, мы можем не принимать в расчет влияние на систему сопротивления воды. Импульс системы перед столкновением был равен импульсу ледокола МВ1. Импульс системы, и, следовательно, сумма импульсов всех тел, входящих в нее, не изменится после столкновения, поскольку оно произошло благодаря работе внутренних сил системы. После столкновения обе части системы будут двигаться с новой скоростью v2. Вот неупругие пластилиновые шары. Удар, şarı останавливаются. Bax, bir dənə yoldaş durub bu yolda, məsələn, tutaq ki, oldu, bu tərəfdən bir maşın gəlir, sən görürsən ki, maşın bunu vuracaq, tullanıb bunu uzaqlayırsan, yoldan çıxarırsan da, ikiniz bir yerdə deyirlərib gedirsiniz, bu da oldu mütləq qeyri-elastik nədir toqquşma. Və yaxud iki palçıq kürənin, iki plastilin kürənin, iki balmumun toqquşması mütləq elastik toqquşmadır. Palçıqlar toqquşanda nə olur? Bir yerdə yapışıb getmirlər. Bu olur mütləq nədir? Qeyri-elastik toqquşma. Məsələn, divarla mütləq qeyri-elastik toqquşma nə gördür? Bax, tutaq ki, buradan bir kürəcik gəlir, V sürəti ilə, gəlir divarla toqquşur, yapışır qalır burada. Bütün enerjisini verir divara. Bax, bu kinetik enerjisi, bax, mv kvadrat bölünsün 2-dir. Toqquşma nəticəsində bu qədər isti miqdarı alır, isti bir səsi kürəciyi qızdırır, palçığı qızdırır, bir səsi divarı qızdırır. Mütləq qeyri-elastik toqquşmada mexanik enerjinin bir hissəsi nədir? İstilə çevirir. Yəni, üstürlərini yazaq. Bax, impulsu sağlama qanunu belə yazacaq. Bax, M1V1 plus M2V2 bu toqquşmaya qədərkidir. Toqquşmadan sonra bir yerdə hərəkət edilənəcək, kütlələrini bir yerdə yazdım, belə bax. M1 plus M2V. Və burada toqquşmadan sonra ikisinin bir yerdə nədir? İmpuls. Bu impuls saxlanılır, bax. Bunun proyeksiyonu da hesablayır. Belə hesablayırsınız, bax, M1V1 plus M2V2 bərabərdir M1 plus M2 və X. Buradan Vx nəyə bərabərdir? M1 V1 X plus M2 V2 bölünsün M1 plus M2. Oldu. İndi istiqamətləri nəzərə alsaq, tutaq ki, eyni istiqamət təşkil biləcək. Bu burada proyeksiya yazmaz. V bərabərdir M1 V1 plus M2 V2 bölünsün M1 plus M2. Toqquşmaya qədər eyni istiqamətdə geçsələr, burada plus yazarsınız. Birinci də sağa gedir toqquşmaya qədər, ikinci də sağa gedirsə, belə yazarsınız. X onun sağa yönəlsə, bu proyeksiyada müsbət, bu proyeksiyada müsbətdir. Əgər qarşı-qarşıya gəlsələr, onda belə yazsınız. Bax, burada minus yazarsınız, amma burada modul alarsınız da. Aydın oldu, burada modul biləsiniz. İstiqamət də biləsiniz, hansısa impulsu böyükdə o istiqamətdə hərəkət edəcəklər. Bax, bu toqquşma zamanı belə olur, istik hücrələr var. Birincinin kinetik enerjisi, ikincinin kinetik enerjisi,
içinin bir yerdə kinetik enerjisi və bu da ayrılan istilik miqdarı. Görürsünüz, bax. Bu da bu qədər istilik miqdarı ayrılacaqdır. Yəni burada mexaniki enerjinin bir hissəsi daxili enerjiyə, istiliyə çevrilir. Oldu mu? Gəlin belə bir başqa şeyə baxaq. Burada bax istilik miqdarının ayrılması yaxşı başa düşmək üçün belə bir şeyə baxalım. Bəzən belə sual verirsən, deyirsən ki, bax uşaqlar, bax bu M5 kiloqramdır, V də olsun 8 metr saniyə. Bu da olsun M2 olsun məsələn 9 kiloqram. V2 də olsun məsələn nə qədər? 4 metr saniyə. Bu da belə qarşı-qarşıya gəlirlər, toquşurlar. Toquşandan sonra cisimlər hansı tərəfə gedərlər? Bir də mərkəz toquşmasına belə. Hansı tərəfə gedirlər? Biri deyir ki, müəllim, bax bunun sürəti 8-dir, bu birisinin sürəti 4-dür. Toquşandan sonra belə gedirlər, sağa gedirlər. O birisi də yox, müəllim, bu 9 kiloqramdır, bu 5 kiloqramdır. 9 kiloqram kütləsi çoxsa belə gedirlər. Burada nə kütlə, nə sürət əsas rol oynamır. Əsas rol MV hasildir, impulsdur. Birinci impuls nəyə bərabərdir? 5 vurulsun 8, 40 kiloqram metr bölü saniyə. İkinci impuls nə qədərdir? P2 bərabərdir. Deməli, 9 vuraq 4, hə? O da 36 kiloqram metr bölü saniyə. Hansı böyük oldu? 40 böyük oldu. Deməli, toquşandan sonra birincinin impulsu hansı tərəfədir? O tərəfə gedəcəklər. Oldu mu? Bəs bir variant olsa nə cür olar? Bu gəlir bu tərəfə, bunun impulsu nə qədərdirsə, bu birisinin impulsu o qədər olsa nə olar? Bunların impulsları bərabər olsa toquşub içsə dayanırlar. Bunun da kinetik enerjisi, birincinin də kinetik enerjisi istiliyə çevirirlər, ikincinin də kinetik enerjisi istiliyə çevirirlər. Məsələn, belə yapaq. Tutaq ki, MD V ilə gəlir, MD V ilə gəlir. Toquşsalar, bu birincinin də kinetik enerjisi istiliyə çevirir, ikincinin də. Bəlkə bu 2M iləndir, V ilə gəlir, bu birisi M'dir, 2V ilə gəlir. Görürsünüz, impulslar yenə bərabərdir. Birincinin kinetik enerjisi istiliyə çevirəcək, ikincinin də. Bəlkə bu belədir, bax, 3M vurulsun, məsələn, 4V'dir, bu birisi də 4M vurulsun, 3V'dir. Hərsinin impulsu 12 M-dir. Yəni toquşanlar istə dayanacaqlar, impulslar olduqca bərabərdir. Ona görə bunlar hərsinin nədir, kinetik enerjisi istə çevirir. Yəni ayrılan isimlər belə olacaq bu misallarda. Bu misallarda Y kinetik 1 plus Y kinetik 2 bərabərdir Y kinetik 1 plus 2 plus 2. Uşaqlar, toquşandan sonra bu misallarda istə dayandığına görə bu sıfır olacaq. Ayrılan istilik miqdarı birincinin kinetik enerjisi ilə ikincinin kinetik enerjisinin cəminə bərabər olacaqdır. Onu da hesablaya bilərsiniz. Bir şey məlumat verə bildim. Deməli, 2 plastilin kürəni, 2 məsələn bal mumunun, sonra 2 palçıq kürənin toquşması nədir? Mütləq elastik toquşma misal verir. Məsələn, palçıqla divarın toquşması, palçıq gedir, yapışır divarda qaldı. Bu da olur mütləq elastik toquşma. Deməli, mütləq elastik toquşmada impuls saxlanılır, mexaniki enerjinin bir hissəsi daxili enerji çevrilir. Mexaniki enerji saxlanmır, amma daxili enerji nədir? Tam enerji saxlanır, mexaniki enerji istə çevrilir. Bu qədər.